120 yaşlı Əminə Məmmədova İrəvan quberniyasının sakini olub. Qırğınlar zamanı Türkiyəyə qaçıblar, doğmalarını itirib. Ermənilər bir neçə qohumunu hətta onun gözü qarşısında öldürüb. Deyir ki, sonralar Türk əskərlərinin köməyi ilə vətənlərinə qayıda biliblər. Yesir elədi. Qarışqanın sanı var, yesinin sanı yox. Birinin boynunun dalına cadı zinanı soxubdu, zinanı. Hər qana verir. Yazıq əmməlindən tutdu, gəldi ağrının döşündə öldü, orada basırdıq. Əmməm apardı, basırdı, ermənlər zinana bulmuşdu. Gəldik Başkəndə, gəldik töküldük, dedirik, gedək Başkənddən, Kürtdür da, deyəcək, zat gətirək, görək nə var, nə yox. Getdilər Başkəndə, mal mıxda qalıb, uşaq nənnidə qalıb, çörək kündələnmiş qalıb. Bir adamını elə qırıqlar ki, ermənlər, malları işlə bıçaqlayıblar. Ermənlər, hamısını ermənlər. Bizim qanlı dərə var. Ermənilər sizi müsəlman kəndlərini öldürmüşdülər. Və müsəlman kəndi müsəlmanı qırırdı da. Və ermənlər müsəlmanı qırırdı burada. Bizim bir dərəmiz var, qanlı dərə deyirlər oraya. Adına qanlı dərə deyirlər. İndi də qanlı dərə deyirlər. Bizim nə ki müsəlman var, dönüb dolu dərənin içinə ki, biz daha bura dərədə bizi görən olmayacaq. Ermənlər yuxarıdan gəlib yalladır ki, yəni müsəlmancaq, biz müsəlmanıq, nəmənək, bunlar elə bir ki, Türk gəldi. Müsəlmanlar çıxır da dağadan, tökürlər, şirək Türk gəldi, bizə kömək eləsin də. Erməni elə qırır. Necə bıçağı? Deyir, bir daş var, dədəm deyirdi, bir daş var, yeşə daş, onu üstə qıyma dolğadılar. Mənim xalam qızını da ondan var dolğamışlar. Xalam qızı o çəklər.